Nasılsınız? İyi misiniz? Deməli uşaqlar bu gün sizlərlə birlikdə uzun vloqa hazır mısınız? Evet. Deməli uşaqlar bu gün 2 günlük vlog olacak. Bəli, uzun bir vlog olacaq. Deməli bu gün sizlərlə birlikdə evləri bəzəyəcəyik, yolka bəzəyəcəyik. Çox işimiz var. Sabahda təbii ki də yeni il olduğu üçün yeməklər falan hər bir şey sizlərlə birlikdə hazırlayacaq. İndi biraz bizim işimiz var. O işləri biraz görək, işlərimizi yerinə yetirək. Sizlərlə birlikdə evi bəzəyəcəyik. Ev səssizlik olsun bəzəcək. Bu arada şos video satmış olar baxın. Ağladım. Böyle vakit. İndi geldim taşıp salmışacağım sizler. Neyse şimdi burada minik bir alışveriş yapmışım. Əlində göstər, ayaqları götürmədiyim üçün görünməz. Şimdi göstereyim. Bir bundan başlayalım. Çok minik olsa da çok şirindi. Bunların hamısını bəzəyəcəyik uşaqlar. Evet, birazdan bəzəyəcəyik. Hələ yolkanı bəzəməmişik. Yolkaya sadəcə ışıq olur. Belə bir şamdır, amma yanır. İşığı altdan var, yanır belə. Baxın, ortaya qoyanda zəifləyir. Belə eləyəndə tam yanır. Tamam. Belə, indi keçirəm. Bunu bırakma tabii. Sonra keçirəm, hər iki lampiçadan gedir. Yəni, belə ışıq veren şeylerden gidelim. Lampadan gedir. Burada lampadan gidilir. Yani burada şaxtabbadı inşallah görürsünüz, görünür. Şaxtabbadı əlində hədiyyə tutub bizə gəlir. Burada da belə bir bitki kimi bir şey var, bilmem nədir. Burada da şam ağacı var. Belə indi işığı yandırım. Çox qəşəng şeylər almış uşaq. Evet, arkadan belə görünür, öndən də belə görünür. Söndür. Söndürdüm çünkü arkadaşlar çok yandırmam çünkü şey olabilir. Burada sonra bilirsiniz lent almışıq ki, şarların uçlarını belə vurmaya, asmağa yuxarıdan. Ona görə bizdə əslində vardı bəli uşaqlarım, amma buraya da qəşəng deyə bunu aldık. Qırmızı da var, çox qəşəng yapışar. Sonra arkadaşlar biz sizdən video çəkmişik, şar videosu. Orada yarısını onlarsını götürmüşdük, açmışdık. Burada belə rəngli şarlar var. Baxın, rəngləndiyim belə bir kırmızı. Bu rengini hiç görmemişim. Narıncıya çalan bir qəhvə. Göstərmədə sürpriz olsun size. Çox qəşəng rəngləri var. Diye vardı. Neyse. Altın rəngi də var. Bilmem gitti. Her şey var içinde yani. Bəli uşaqlar, birazdan işlərimiz bitsin. Hələ ki biraz yemək falan hazırlayırıq. Ona görə evlər bənin hamısını bəzəyəcəyəm. Biraz serpip bicik gaz yapacağım çünkü arkadaşlar bayakları sepende bir sınır olmuş, şu divarlara yapışmıştı. Bakın. Mənim üstümə səp. Çok şirin. Çok şirindi. Bakın ama əriyir yani. Qorxmayın. Bir də üstümə səp. Uşaqlar görmədi. Çok səpdim. Oha! Ne nadın? Arkadaşlar size şiddərim var. Neyse. Bakın. Biraz çatır bakın. Uşaqlar bilsin nəyi gəlir. Vanilya gəlir. Böyle ama Bu arada bunlar hamısını bilirsiniz ki bazardan almışıq. Bazardan bir marketten almışıq. İçinde 100'den var. Onun da arası şeyler. 20 dənə falan götürmüşdük. 20'den falan. 80 dənəsi. Şimdi bu paketimizi açırıq. Burada zər bizdə yuvarlıydı bir dəfə. Sonra çok qorxdu falan. Atdı biz əsirləşdik atdık. Bir zərdi kırmızı rəng. Belə neçədir baxın. Maçı görmədim. Belə zərdi ama biraz uzun alıb. Çünkü Yolkamız biraz... Yolkaya vurmarıq məncə. maç Yolka. qapıya falan uzanır. Qapıda evə falan vurarıq, pərdəyə falan. Qiymətin görmürəm, yox. Həqiqətən yoxdur. Baxalım. Yoxdur uşaqlar, belə bir şey var. Üstündə o yoxdur. Keçirik başqa. Başqa nə qaldı? Git. Bu arada uşaqlar, bura işıq vurmuşuq. Çox gözəl. Gecə olanı daha qəşəng. Baxım, yaxından göstərin uşaqlara. Bayrama bir vedrətlisin qoy, tövlərə geçsin yatsın. Biraz romantik tuttum. Bir tanesini götürün rənglərdə o seçimi. Səsləndirərik bura nə üçün olmaz. İnanın səsi olsa düşür dərmişə. Yolkadan asabilirsən. Oyuncaq da. Baxın, bizdə əvvəl vardı deyəsən mən. Çıxlı. Bizdə deyəsən əvvəl Var idi amma sındılar, yedik biz. Baxın, ən qəşəng rəngli budur. Çox Qırmızı falan da var. Bunlar hamısını sizlərlə birlikdə yolkaya vuracağıq uşaqlar. Balacadılar amma. Çox sınmasın. Başqa nəsə qaldı? Yox, qardı deyəsən. Joker maskası hanı? Joker maskası burada yoxdur. Sarı kırmızı rengi var. Bu arada ben bunu kırılandan sonra bir sizinle gördüm. Yani buna
Bu arada uşaqlar Onlar göstermişim. Yok göster. Mağalar göster. Mağalar. göster. Arkadaşlar. Deməli uşaqlar, bunlar hər şey sən göstər, bunu mən göstərim. Bunlar qıvılcımdır və qar spreyimizdən biri də İkisini də tort göster. kəsəndə hamısını səpəcəyik. Partdadan falan da alacağıq uşaqlar. Bunun şeyləri. Bu arada Bu qırılan- uşaqlar sizə bir şey demək istəyirəm. Bu demişdik ki, bunun labı bulsun. Bir də ki, barmaqlı olan çubuqlardan, piknik çubuqlarından ən gözəl yorum yazana verəcəyik. Deməli biz iki yorum seçmişik və amadlarını demirik. Deməli indi biz o şəxsləri etiketləyəcəyik postlarda və yaxud da videoların altında hamısı yəni ünvanı falan hamısını yazsın bizə. Biz ona göndərək və ya məktəbdəsə verə bilərik məktəbdən. İndi hələ ki məktəblər tətil olduğu üçün verə bilməyəcək, amma verəcəyik uşaqlar. İndi biz bu yanları toparlayaq. Mən bir şey göstərdirəm. Bunun nə özəlliyini bilirsiniz? Bu adı kağızmış vurublar. Bəli uşaqlar, Şimdi mən birazdan gəlsəm. sizlərlə Gözüm var. evləri bəzəyəcəyik. Ayağını da bayanları səliqəyə salır. Öpdüm. Mən də sarqa saldım. Arkadaşlar. Deməli biz yolkamızı bəzəyəcəyik. Deməli biraz mənzərəmizi qoymuşuq. Yolkamızı bəzəyəcəyik. Uşaqlar oyuncaqlarımız falan şarj Biz göstərmişik. O ayağımın altında qalasın. İndi biz bir yerdə bəzəyəcəyik. İrana benzermek çünkü kamerasıdır. Bu araba bandikleri İrana vursun da sen buraya bilmezsin. Diliyim asrı. O zaman da daha terli olacak. Bundan dilerlik de basacağım. Abi. Ben o kadar diləyimə desə bütün oyuncaqlarda diləyəcəm. İşte böyle bir oyuncağımız var. Göster. Hamısını göstərməyək. Gösterim. Bunu burada koyabilirim. Bu arada uşaqlar, yeni il alışverişimizi bəyəndinizsə yorumlara yazın. Bakmayanlar da gelip bakın. Allah'ım. Hamısı mavi yerler falan. Sonra böyle bir oyuncağımız var. Bu arada burada Hamısı mavi var. asma ya. Fərqli rənglər var. Bakın. Yolkamızı eləyək. Bir dəqiqə. Küçük kanı. Arzu yüreğimde kaldı. Böyle. Yaxşı. Yaşlı Bir dəqiqə yolkaya sıxacaq. Yolka sen ağrıyor yolka. Bəzəyərik sonra sıxarsınız. Arkadaşlar. Qırmızı asacaq. Hadi yolkamız büyük. Bu tarafları da asacağım. Bunlar da yeni almış. Evet. Sonra davulları da say. Ancak say. Ben siləm qabaq. Arkadaşlar bir sinirliydim. Bu kağıt zaten küçük verdi. 70 kapıcı. Ay. Bunlar öyle bırakıyor arkadaşlar. Kırık olsa aslamıyor. Aslamıyor. Nazik. Biraz uzun olacak. Bu arada uşaqlar yolkan bəzəyəndən sonra A4'lərə dilərlərimizi yazıb asacağıq. Yani ne istəyir hədiyəli dilək. Yoxsa mən Bunu çıxaraq. onu ben keşfedim. Arkadaşlar bu arada şəkil falan çəkəcək yeni like böyle qapılar falan yapmışlar. Onu bu videoda eləməyək də. Niyə? Bu video çox uzun. İşlərimiz də var. Arkadaşlar yorumlarda. Biraz. Aa ay şimdi budur. İran'ı kim? Yoltağa o. İstanbul'da bu arada kapıya falan verdi. Yol konusunda. Ben tabloları asayım. Başıma ne geldi? Yeləklərdə şarları vuracaq. Annemler konusunda. Uşaqlar bax görün. Bu da yolkadan asaq. Ha asay bu
o yanlıqda da göstərmişəm. Kalkülasını oxşuyur ama renk değiştirir. Rəngi də dəyişdirə bilir. Amma yenə burası qabağı bağlı olsaydı. Belki bunu mecliste koyarız. Masa üstə qalmır. Sokları falan yanında koyacağım. Hani işin sonunda zərf qazı bitməz. Yeni yüklü biter işlər. Bir tane buna oxşar bir şey vardı. Bunu masaya. Evet. Çok yüksek tutma da altına çıkıyor. Aşağıya da vurun ama yukarıya vurmuşsun. Mən aşağı vurdum. Qalsıray. Birbirinin yanına öyle aynı şeyler vurun. Aynı şeylər. Rəngləri deyil. Yukarılara da vurdu. Sən siz aşağıya vur deyil, yuxarıya vur. Qararsız deyil, elə bak izlədik. Bir dakika mısın? Oyuncaqlarımız ola bilər benim. Videodan qabaq atdım. Burada bizim koridordu. Bu ışığa göre böyle görünür. Aslında burada boyumuzun çattığı kadar vurduq. Az da olsa vurmuşuq. Belə. Uşaqlar biz evler falan bəzədik. Çox olursa. Bugünkü vlogumuzun sonuna geldik. Videomuzu beğendinizse kanalımıza abone olup like atmayı unutmayın. Sizləri çox sevirik. Matçı